Aprelin 1-dən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların qrafikini optimallaşdırıb, sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədi ilə qeyd edilən marşrut üzrə ilk dəfə olaraq flirt qatarlar istifadəyə verilib. Bu marşrut üzrə iş günləri, şənbə və bazar günləri olmaqla qatarların ayrı-ayrılıqda 3 hərəkət cədvəli tərtib edilib. Yeni qrafikə əsasən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, xüsusən günorta saatlarında qatarlar arası interval azaldılıb. İş günləri Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı isə 42-dən 56-ya çatdırılıb. Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunub, Sumqayıt-Xırdalan-Bakı istiqamətində səhər reysləri optimallaşdırılıb. Yeni qrafiklə qatar Sumqayıtdan saat 06:15-də çıxacaq, Bakıya 06:56-da çatacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilib. Şənbə və bazar günləri üçün tərtib olunan xüsusi qrafikə əsasən, şənbə günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı 20-dən 36-ya çatdırılıb. Bazar günləri isə Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı 20-dən 28-ə qədər artırılıb. Yeni flirt qatarları marşruta buraxıldı sərnişinlərin xidmətinə. Bunun üçün bizdə Biləcəri və Xırdalanda yeni platformalar tikildi. Bundan əlavə stansiyalarda, Biləcəridə, Xırdalanda genişləndirilmə işləri görüldü, turniketlərin sayı artırıldı. Ümumiyyətlə, bizim gördüyümüz bu tədbirlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyatın təkmilləşdirilməsi dövlət proqramından irəli gələn məsələlərə xidmət edir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sərnişin daşımada illik sərnişin sayı 2030-cu ilədək 15 milyon nəfərə çatdırılmaq hədəflənib. Optimallaşma ilə gündəlik sərnişin daşımanı 37-38 mindən 48-50 minə qədər qaldırmaq hədəfləyir gündəlik. Bundan əlavə bizim 2030 strategiyamızda ümumi ölkə üzrə daşımaları 15 milyon nəfərə çatdırmaqdır. Misal üçün qeyd edim ki, bizim hal-hazırda 2024-cü ildə 8,5 milyon, 2023-cü ildə 7,1 milyon, 2022-ci ildə 5,2 milyon sərnişin daşımışdıq və sərnişin daşıma tempi illər üzrə görüldüyü kimi artmaqda davam edir. Həmçinin 2030-cu ilə qədər Bakı və Abşeronda mobillik üçün sürətli, daha təhlükəsiz və daha ekoloji sərnişin daşıma xidmətlərinin göstərilməsi hədəflənib.